ağıl da bir daxıldır. Ora gərək xəzinə kimi toplayasan bilikləri. Mənim bir elə yadıma düşdü. O evdə bir dəftərim var. O dəftərin adı bilik dağarcığıdır. Onu mən adı özünüz qoymusunuz müəllim. Hə, bilik dağarcığı. Elə üstündə belə yekə hərflərlə də yazmışam. O dəftəri mən təxminən 35-36 yaşlarımda başlamışam. Deməli, o vaxtdan bəri oxuduğum kitablardan rast gəldiyim ən mənalı sözləri, dərin fikirləri, həyata nətər deyim, o yol göstərən, yol işarəsi olan fikirləri mən orada toplamışam bir-bir. O da deyim ki, mən kitabxanamda hardasa bir 70-ə qədər təkcə aforizmlər, ondan sonra filosofların deyimləri kimi şeylərin toplandığı kitablar var. Onların içərisindən, təsəvvür edin, 70 kitabın içərisindən mən hardasa bir 150, bəlkə də 250 söz toplamışam. Həmin o dağarcıqda. Onu mən, nətər deyim, ona mən bir növ ağıl dağarcığı kimi baxmışam elə. Çünki onları təkrar oxuduqca mən onlar elə bir ki, həyat qaydasına çevirmişəm özüm üçün. Bu kitablar elə bəşərin ağlının toplandığı kitablardır.